Salam, hər vaxtınız xeyir. Balaca qara balıq mətninin izahını verəcəm. Demək, mətni qrupa atmışdım. Qrupda işləyin, izahlarına baxacağıq. Aha. Balaca qara balıq. Biz mətnin məzmunu ilə tanış olmamışdan qabaq suallara baxırdıq. Demək, suallarda birdə nə deyir? Hansı fikir mətnin əsas hissəsindən verilməyib? Mətnin əsas hissəsindən verilməyib deyirsə, demək biz nə edirik? Mətnin giriş, əsas nəticə hissəsinə baxacağıq. 2-də deyir, mətnə əsasən doğru fikri seçin. Yenə də bu mətni oxuyanda biləcəyik. 3-də deyir, altından xətt çəkilmiş sözün mənası artıq o məna burada variantlarda bir məna ilə üst-üstə düşür. 4-də yenə deyir, giriş əsas artıq 2 sual hissədən düşüb. Yəni giriş, əsas, nəticə hissəsinə baxacağıq. Sonra 4, 5-də klaster soruşur. 6-da ikinci abzas hansı cümlə abzasın məzmununa. Yenə də ikinci abzasdakı hansı cümlə abzasın məzmununa aid deyil. Fərqli bir cümlə verilib. Biz ona diqqət edəcəyik. 7-də həqiqi məcazi məna. 8-də qara rənglə fərqləndirilən cümlə. 9-da məqsəd nəticə. Baxın, məqsəd nəticə xanası verilibsə, biz ora bütün cümlələri yaza bilmərik. Mətndən ola bilər doğru cümlə verilsin. Götürək o xanaya yazaq, xeyr. Məqsədə uyğun nəticəni tapacağıq, nəticəyə uyğun məqsəd tapacağıq. Yəni, bunlar bir-birini tamamlamalıdır. Onda nə üçün ətrafındakı balıqlar başqa dünya yoxdur? Dünya ilə gördüyüm bu dünyadan ibarətdir, deyirdi. Aha, indi bir-bir baxaq. Birinci mətni oxuyaq. Mətndə bizdən Balaca qara balıq. Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi. Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. Bu cəhətdən ədibin Balaca qara balıq hekayəsi də xarakterikdir. Demək, müəllif əsəri öz belə deyim, həyatından götürüb və bu əsəri canlandırıb. Balaca qara balığın dünyaya göz açdığı altından xətt çəkilən söz. Mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır. Yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir. Bu əsər alleqorik bədii əsər hesab olunur. Lakin gəncliyin təmsilçisi olan Balaca qara balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafındakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: başqa dünya yoxdur. Dünya ilə gördüyüm bu dünyadan ibarətdir. Balaca qara balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar balaca qara balığın arxasınca deyirlər: sən bizi qəflət yuxusundan ayıltdın. Qara hərflə verilmiş cümlə. Genişliyə, yeni dünyaya doğru gedən yolda balaca qara balıq çox çətinliklərlə üzləşir. Yolda onun qarşısını müxtəlif qüvvələr kəsmək istəyir. Şaqqa balıq balıqudan buna nümunədir. Şaqqa balıq kiçik balıqların arasında ədavət salır. Onların qüvvələrini parçalayır və sonra da asanlıqla qurd eləyib udur. Balıqudan da balaca balıqların qənimidir. Lakin bu və ya digər xeyir qüvvələr balaca qara balığa həmişə kömək olurlar. O çətinliklərdən qurtularaq irəliyə doğru yolunu davam etdirir və nəhayət gəlib dənizə çıxır. Bu onun arzuladığı geniş, azad dünyadır. Yazıçı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdir. Gənclər təcrübəsiz olsalar da daim axtarışdadırlar. Heç bir vəzlə, köhnəliklə barışmırlar. Əsərdə balaca qara balığın gəlib çatdığı genişlik, gəncliyin arzuladığı yeni, azad həyat rəmsidir. Testlərə baxmamışdan qabaq, birinci özünüz mətni diqqətlə oxuyursunuz. Yəni testləri işləməmişdən qabaq.
oxuyursunuz. Sonra mən test izahı verəndə, artıq verilən tapşırıqları izah edəndə siz yoxlayırsınız. Görün sizin variantlarla üzbəüz düşür. Yaxşı, indi baxaq testlərə. Birinci testdə nə deyir? Deyir, hansı fikir mətnin əsas hissəsində verilməyib? Baxın. Əsas hissə haradır? Bax, giriş hissə budur. Bu hissədir. Nəyə görə? Biz artıq bildik ki, mətn niyə yazılıb? Ədib mətni, ədib bu əsəri niyə yazıb? Artıq biz burada bildik. Giriş hissədir. Əsər haqqında məlumat verir. Sonra əsas hissə gəlir. Baxın, gələcək buradan bura qədər. Bu hissə əsas hissədir. İndi işarə elədiyim hissə əsas hissədir. Nəticə də yekun hissə buradır. Biz giriş hissədə məlumat aldıq. Əsər niyə yazılıb, kim tərəfindən yazılıb. Bu əsas giriş hissədir. Əsas hissədə biz artıq mətnin məzmunu ilə, əsas fikirlə tanış oluruq. Sonluqda da yazıçı deyir, sonluqda nə verilir? Belə deyim də, sonluqda əslində əsərin ideyası ortaya çıxır. Deyir, yazıçı əsərin nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çatdırmaq istəmişdir. Yəni, əsərin sonunda, yekun hissədə müəllifin çatdırmaq istədiyi fikir vurğulanır. Bu belə. İndi baxaq, birdə deyir, hansı fikir mətnin əsas hissəsindən verilməyib? Əsas hissəsini tapdıq biz. İndi baxırıq. Əsər alleqorik əsər hesab olunur. Əsər alleqorik hesab olunur, hissəsindən verilməyib. Qara balığın mühiti əslində elə müəllifin öz mühitidir. Balaca balıq özündə cəsarət tapıb olduğu mühiti tərk edir. Əsər nikbin sonluqla tamamlanır. Balıq istədiyi azad həyata gəlib çata bilir. Balıq istədiyi geniş həyata gəlib çata bilir. Harda verilir? Baxın, nəticə hissəsində. Yazıcı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə, yəni nəticədə verilir. Amma D variantına baxın. Əsər nikbin sonluqla tamamlanır. Balıq istədiyi azad daha doğrusu üzr istəyirəm. Balıq istədiyi azad həyata gəlib çata bilir. Bu əsas hissədə verilir. Əsas. Amma D variantında əsər nikbin sonluqla tamamlanır. Bu yekun hissədə verilir. Baxın, yekun hissədə. Yazıçı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdi. Bizdən nə soruşdu? Deyir, əsas hissədən verilməyib. Əsas hissədən verilməyən demək D variantıdır. Çünki D variantı yekun nəticə hissədən verilib. Cümlələr fikrimi yayındırdı. D variantı. Sonra 2-yə baxırıq. Mətnə əsasən doğru fikri seçin. A-da deyir, balığın yaxınları ona mane olmur. Olurlar. Bunu çıxırıq. Balıq qarşısına çıxan çətinliklərə məğlub olur, xeyr, olmur. D-də deyir, balıq sonda arzusu olan gölə qovuşur, gölə yox, dənizə qovuşur. Ətrafında onu anlayanlar yox idi, var idi. Kiçik balıqlar onu cəsarətləndirirdilər. Balıqların əksəri yeşnəsə həyat yaşayırdı, bəli. Bu var əsas hissədə. Sonra 3-ə baxırıq. Altından xətt çəkilmiş sözün mənasına uyğun nümunəni müəyyən edin. Altından xətt çəkilmiş söz hanı? Deyir, balaca qara balığın dünyaya göz açdığı mühit. Dünyaya göz açdığı. 3-də dünyaya göz açmaq. Yəni, o mühit, yəni, belə deyim də, bir növ savadsız, geridə qalmış bir mühit idi. Yəni, yeniliyə açıq, yeni fikrə açıq deyildi. Hətta orada görürsünüz, balığın anası, qonşuları belə istəmirlər çıxıb getsin.
Altından xətt çəkmiş sözün mənasına uyğun nümunəni müəyyən edin. Gözünü açdığı mühit. Gözünü açmaq demək hansı variantdadır? Baxaq. O hələ də dünya sirlərinə bələd deyildi. Uyğundur, uyğun deyil, deyil. Deyil. Bu olanlardan sonra onun da gözü açıldı. Gözü açıldı, xeyr. Bu da uyğun deyil. Səhvlər həyatı başa düşməyinə kömək oldu. Gözünü açdığı mühit, dünya. Burada da səsləşmir. Anar kənddə anadan olmuşdu. Bəli. Gözünü açdığı mühit, yəni o mühitdə anadan olub. Yəni, eyni mənaya gəlib çıxır. Y-də deyir, eyni mənalı nümunə vermək mümkün deyil. Vermək mümkündür. D variantı anar kənddə anadan olmuşdu. Yəni gözünü açdığı mühit, anadan olduğu mühit. Məna üst-üstə gəlir. 3-də D-ni götürürük. 4-ə baxırıq. Hansı fikir giriş və əsas hissəni əlaqələndirir? Giriş, əsas. Baxaq, giriş haradır, əsas haradır? Giriş bu hissədir, əsas da bu hissədir. Yəni, iki hissə bura, dəqiqə, bura, bir də bura. Bu iki hissəni əlaqələndirən cümlə. Deyir, hansı fikir əsas giriş və əsas hissəni əlaqələndirir? Bu əsərdə müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Alleqorik əsər olmasına görə balığın dil açıb danışması janrın tələbinə uyğundur. Çatdığı bu yer elə onun xəyalı idi. Balığın simasında azadlıq duyğuları əks olunur. Müəllifin qoyduğu ideya balığın sonunda çatdığı arzusunu ifadə edir. Baxın, A variantına baxın. Deyir, bu əsərdə müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Bax, bu uyğundur. Niyə uyğundur? Çünki giriş hissədə biz bildik ki, müəllif bu əsəri niyə yazıb? Çünki müəllifin də həyatı bu əsərlə səsləşir. Yəni, həyatını götürüb əsərə çevirib, alleqorik əsər yazıb. Və girişdə də o haqda artıq girişdə məlumat verildi, artıq əsərin əsas hissəsində hadisələr inkişaf etməyə başladı. Yəni biz A variantındakı daha doğrusu cümləni o hissəyə qoysaq, girişlə əsas hissə bir-birinə əlaqələnəcək. Yəni burada 4-də A variantıdır. İndi siz özünüz diqqətlə baxın. Biz götürürük o cümləni. Deyir, bu əsərdə müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edirdi. Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq birliyi arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmış. Bu cəhətdən ədibin Balaca Qarabağ hekayəsi xarakterikdir. Balaca Qarabağın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşardır. İndi bu iki hissənin arasına hansı cümləni əlavə edə bilərik? Hansı cümlə ilə o iki hissəni birləşdirə bilərik? Bu əsərdə müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Yəni bu cümlə artıq o iki hissə üçün ümumi bir fikirdir. Yaxşı, bu da belə. 5-ə baxaq. 5-də nə deyir? Klasteri tamamlayın. Balaca qara balıq azadlıq fikirlərinin daşıyıcısıdır. Bəli. Sonra dənizə çıxmaq fikrində tərəddüd edir. Xeyr, bunu götürmürük. Birləri çıxırıq variantlardan. Tərəddüd etmir, fikrində qətidir. Onu qınayanlara fikir vermir. Bax, bu düzdür. Maneələri bir-bir aşıb arzusuna çatır. Bu da düzdür. Özündən sonra azadlıq yolu açmaq məqsədi idi. Xeyr. O əslində bu mühitdən qurtulmaq idi məqsədi. 2 ilə 3-ü götürürük. 6. İkinci abzasdakı hansı cümlə abzasın məzmununa aid deyil? Hansı cümlə abzasın məzmununa aid deyil? Baxaq. Balaca, bu hissəyə baxırıq. Balaca qara balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşardır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır. Yehnəcək həyat yaşarlar.
onların düşüncəsinə görə həyat yalnız yeməkdən və yatmaqdan, axırda mənasız vaxt keçirməkdən ibarətdir. Bu əsər alleqorik və bədii əsər hesab olunur. Əslində bu cümləni götürüb sonda verə bilərdilər və yaxud da əvvəldə verə bilərdilər. Görürsüz, bu hissədə başqa, yəni əsərin əsas ideyasından, əsər haqqında, əsərin belə deyim də, fikirlər inkişafda verilir də, əsas hissənin girişidir. Yəni bu cümlənin burada verilməsi əlaqəsizdir. Üstünə fikir ayrılığı baş verir. Burada götürülür, bu əsər alleqorik bədii əsər hesab olunur. Cümlə həmin məzmunla uyğun gəlmir. Ona görə o cümlə burada artıqdır. Bu əsər alleqorik bədii əsər hesab olunur. Bu cümləni yazırsınız. 6-ya. 7-yə baxırıq. Üzərinə rəqəm yazılan sözlərə əsasən cədvəli doldurun. Üzərinə rəqəm yazılan sözlərə əsasən cədvəli doldurun. Baxaq. Üzərinə rəqəm yazılan sözlər hardadır? 1. Tapır. 2. Deyirlər. 3. Salır. 4. Geniş. İndi baxaq görək. Həqiqi hansıdır, məcazi hansıdır? Deyir, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Özündə cəsarət tapır, yəni cəsarətlənir. Bu həqiqi kimi götürəcəyik. Onlar balaca qara balığın arxasınca, daha doğrusu, onlar balaca qara balığın arxasınca deyirlər. 2 həqiqidir. Baxın, 2 həqiqi, məcazi. Məcazi. Biz götürürük 2-ni həqiqi. 2-ni həqiqi. Birdə deyir, cəsarət tapır. Cəsarəti özündə axtarıb tapmaq olmur da, düzdür. Cəsarətlənir kimi verdim. Cəsarəti özündə axtarıb tapa bilmirsən. Ona görə cəsarəti biz məcazi kimi götürəcəyik. Biri məcazi. Sonra şaqqa balıq balıqudan buna nümunədir. Şaqqa balıq kiçik balıqların arasında ədavət salır. Ədavəti salmaq olmur da, yəni sözlə bir-birinə qarşı qaldırır. Bu da məcazidir. 3 də məcazidir. 4-ə baxaq. Bu onun arzuladığı geniş, azad dünyadır. Geniş, azad dünyadır. Artıq çünki onlar arxlarda yaşayırdılar. Dənizə çıxmaq istəyirdi. Dənizə çıxmaq istəyirdi. Deyir, baxın, burada yatmaqdan, arxda mənasız vaxt keçirməkdən. Demək, arxdaydı, sonra dənizə çıxdı. Dəniz də geniş, azad dünyadır. Artıq burada həqiqi mənada verilir. 4-ü də yazırıq bura. 2, 4, 1, 3. Həqiqi oldu 2, 4, məcazi 1, 3. Sonra həqiqiyə yazırıq. 2, 4, 3. 8-ə deyir, mətndə qara rənglə fərqləndirilən cümlənin mənasını izah edin. Qara rənglə deyir ki, sən bizi qəflət yuxusundan ayıltdın. Bu hissiyə baxın. Qara rənglə verilir. Deyir, sən bizi qəflət yuxusundan ayıltdın. Qəflət yuxusundan ayıltmaq nə deməkdir? Yəni, gerçəkləri göstərdin, həqiqəti bizə çatdırdın, gözümüzü açdın. Mənasını götürüb neyinirik? Yazırıq bu hissəyə. 8 olan hissəyə. 9-a nə deyir? Mətnə əsasən məqsəd nəticə cədvəlində boşluğu tamamlayın. Aha. Məqsəd nə idi? Balaca balıq böyük dünyaya qovuşmaq istəyir. Nəticədə nə olur? Nəticədə yəni biz gördük ki, istədiyi dünyaya qovuşur, arzusuna çatır. Məqsədi bu idi. Nəticədə də istədiyi həyata qovuşdu, arzusuna çatdı. Yəni dənizə gəldi, çatdı. Dənizə istədiyi arxdan çıxıb dənizə qovuşmaq idi. O da arzusuna çatır. Nəticə hissəsinə də o fikri yazırsınız. Başqa heç nə.
Onda deyir, nə üçün ətrafdakı balıqlar başqa dünya yoxdur, dünya elə gördüyün bu dünyadan ibarətdir deyirdilər. Çünki doğulduqları mühit, biz oxuduq ki, onların göz açdığı mühit elə elə mühit idi ki, onlar inkişaf edə bilmirdilər. Yəni fikirləri dar idi, düşüncələri dar idi. Yəni ətrafındakı insanlar nə demişdilərsə, onların sözlərinə qulaq asmışdılar. Elə bilirdilər ki, elə yaşadıkları dünya elə tək o dünyada başqa heç nə yoxdur. Ancaq dünya arxdan ibarətdir. Yəni dəniz, göl belə bir şey yoxdur. Amma qara balıq deyirdi ki, yox, var dünya. O cəsarətləndirirdi ətrafındakıları da, özü də fikrindən dönmədi və məqsədinə çatmaq üçün çox çətin yollar keçdi. Axırda nə etdi? Gəldi, arzusuna çatdı. Burada bu 10-cu tapşırığa verilən hissəyə öz fikirlərinizi yazırsınız. Yəni mətni oxuduq, artıq başa düşdük. Sonra öz sözlərimizlə bu tapşırığı yerinə yetiririk. Bu qədər. Nə üçün ətrafındakı balıqlar başqa dünya yoxdur? Çünki gözlərini açdıqları mühit onlara bunu öyrətmişdi, aşılamışdı. Amma yəni hamısı qara balıq kimi düşünə bilmirdilər. Qara balıq kimi düşünənlər var idi. Yəni onları onu cəsarətləndirən xırda balıqlar var idi. Amma əksəriyyət dar düşüncədə idi. Bu qədər. Əsəri nədir? Mətni oxuduq və nə etdik? Tapşırıqları təhlil etdik.